2.1 üçün qarşılıq təsirin potensial enerjisi. Biz 2 dənə nöqtəvi yükün bir-birini, məsələn, cəzbələmə itələməsini öyrənmişik də. Q1 müsbət olsa, Q2 müsbət olsa bir-birini dəf edərlər. Q1 müsbət olsa, Q2 mənfi olsa bir-birini cəzb edərlər. Bax, 2 yük qarşılıq təsirdədirsə, qarşılıq təsirdədir. Yəni, bir-birini ya cəzb edirlər, ya itəlirlər. Cəzb eləmənin, itələmənin enerjisi potensial enerji. Yəni, potensial enerji qarşılıq təsirin enerjisidir. Bu olsun Q1 yükü, bu Q1 yükü olsun. Tutaq ki, müsbət yükdür. Bu da Q2 yükü olsun. Bu da müsbət olsun. Bunların arasındakı məsafə də bilirik də. Bu məsafə, bunların mərkəzləri arasında məsafə olsun R. Bunların qarşılıq təsirin potensial enerjisini bu üstüne hesablayacaq. W potensial bərabərdir K Q1 Q2 bölünsün nədir? Epsilon edir. Vakuum olsa epsilonun yerinə 1 yazarsınız. Bu 2.1 üçün qarşılıq təsirinin potensial enerjisidir. Bu düsturdan görünür ki, bax, qarşı təsirin potensial enerji yüklərin qiymətlərindən asılıdır, bir də onlar arası məsafədən asılıdır. İşarəsi gəlməli ilə, baxın bir, Q1 müsbət olsa, Q2 müsbət olsa, potensial enerji müsbət olar. Q1 mənfi olsa, Q2 mənfi olsa, potensial enerji müsbət olar. Q1 müsbət, Q2 mənfi olsa, potensial enerji mənfi olar. Q1 mənfi olsa, Q2 müsbət olsa, potensial mənfi olar. Görürsünüz? Deməli, eyni işarələrin potensial enerjisi müsbətdir. Əks işarəli nöqtəvi yüklərin qarşı təsirin potensial enerjisi mənfidir. Ona görə burada potensial enerjinin məsafədən asılı qrafik bir olacaq. Baxın bir, R məsafəsindən asılı belədir. Bax, tərs mütənasibdir. R məxrəclər tərs mütənasibdir. Bax, belədir. Bax, bir də belədir. Burada eyni işarəli olsalar, bax, belədir, müsbətdir potensial enerji. Əks işarəli olsalar, bax, potensial enerji olacaqdır, mənfi olacaq. Burada maraqlı bir nəticə çıxır. Baxın bir, yüklər əks işarəli olsalar, qarşı təsirin potensial enerjisi mənfidir. Yəni, əskələrin bir-birini cəzb edir də. Yəni, cəzb etmənin potensial enerjisi mənfidir. İtələmənin potensial enerjisi müsbətdir. Oldu, buna fikir verərsiniz. Biz nə öyrəndik? 2.1 üçün qarşı təsirin potensial enerjisini hesablamağı öyrəndik və qrafikini nədir? Məsafədən asılıq qrafikini qurduq. Yüklər arasında məsafə artdıqca potensial enerji, burada, eyni işarə olsalar azalır, əskələ olsalar potensial enerji artır. Amma hər ikisi sıfıra yaxınlaşır da. Oldu. Belə bir məsələyə baxaq. Bu formada məsələyə baxaq. 2.3 arasındakı məsafə, bu məsafə əvvəl R1 idi. Bunlar arasındakı məsafəni, məsələn, R1-dən, məsələn, tutaq ki, R2-yə dəyişək. Bu yüklər arasındakı məsafəni, Q1 ilə Q2 arasında məsafəni R1-dən gəlin, R2-yə dəyişək. Onda potensial enerji nə qədər dəyişəcək? Neçə dəfə yuxarı, nə qədər dəyişəcək, onu hesablayalım. Əvvəl məsafə R1 idi. Potensial enerji belə yazıram. W potensial 1 bərabərdir K Q1 Q2 bölünsün epsilon R1. Sonra məsafə dəyişdi, potensial enerji də dəyişdi, oldu K Q1 Q2 bölünsün epsilon R2. Delta W potensial enerji dəyişməsi bərabərdir. Son potensial enerji çıxılsın, başlanğıc potensial enerji. Burada yazacaq K Q1 Q2 bölünsün epsilon R2 minus K Q1 Q2 bölünsün epsilon R1. Möhtəzdən nə çıxardaraq? K Q1 Q2 bölünsün epsilon. Hər iki ifadədə var, onu möhtəzdən çıxardırıq. Möhtəzdən içərisində qaldı 1 bölünsün R2 minus 1 bölünsün R1. Bu düsturla 2.1 yükü arasındakı məsafəni dəyişəndə potensial enerjinin dəyişməsini hesablama olar. Bu hesablama bizə lazımdır, çox lazımdır. Birisi nədir? Görülən iş əks işarəli potensial enerjinin dəyişməsinə bərabərdir. O düsturlarda bunlardan istifadə etməli olacaq.